Özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etdi, Türkiyədə mükafat aldı. Hadisə qardaş ölkənin Marmaris rayonunda baş verib. Belə ki, özünü Azərbaycanlı polkovnik rütbəli yanğın söndürən Rasim Əhmədli kimi təqdim edən şəxs Marmaris Bələdiyyəsi tərəfindən mükafat alıb. Marmaris Bələdiyyə Başqanının muavini isə sözü gedən məsələ ilə bağlı Baku TV-yə ekskluziv açıqlamasında hadisəni belə təsvir etdi. Görüştüğümüz şahısla ilgili 6 gün önce belediyemize geldi. Başkanımızı beklerken ben odada biraz misafir ettim. Bu esnada konuşmamızda Ermenilere karşı savaştığını, başından ve karnından yara aldığını söyledi. Başkanımıza nezaket ziyaretinde bulundu. Rasim Əhmədli Marmaris Bələdiyyəsinin sədrinə Fövqəladə Hallar Nazirliyi adından mükafat da təqdim edib.